Bizim kanımızda vardı ki, çıxaq buradan gedək, vəli getmədik, qaldıq burada. Çünki 90 milyon cəmiyyəti İran seçilməz. Biz də bunların kənarındayıq. İran heç vaxt təslim olmayıb olmaz. Tulu tarixdə Qazan heç kəs eləyənməyib. Mərdum İranı təslim ediyor. Heç il, heç vaxt, heç kəsə arzuyu mərc eləməmişdim. Hətta düşmənlərimə, hətta müxaliflərimizə. Bəli bu illəri به خاطر مردم مملکتم دیرم مرگ بر اسرائیل، مرگ بر آمریکا. Mən buradan elan eləyəm ki, Amerika, İsrail heç qələti qıra bilməz. Biz burada səhnədə varıq, böyle necən də bu torpaqdan qoymarıq bir dənə xain adamı keşfərimizə nüfuz eləyər. Bizdə bu İrandır. 47 bir iş görənməyib, heç şey görənməyəcəklər. Heç quna eləyənməzlər. Bizim İranımıza təcavüz eləyərlər. İran çox qəvitər az fikir elədiklərdir. Dünya biləcək İran nə qədər qəvi və möhkəm insanlar. İran millətində heç vaxt qorxu olmayıb ki, indi də ola bilər. Bu günləri hakimiyyətimizin kənarındayıq, dağ kimi dayanmışıq olan dalısında, ta onları bıraq kənara. Heç vaxt və heç vaxt cinayətkar Amerika və cinayətkar uşaq öldürən İsrail kimi biz onların nə azadlığını istirik, nə onu azadlığa biz düşünürük.